İndi isə gəlin mövzumuzun test tapşırıqları ilə tanış olaq. Sual 1. Avropada məşhur eksperimental psixologiya laboratoriyası nə zaman və kimin tərəfindən yaradılmışdır? A bəndi 1885-ci ildə Moreno tərəfindən, B bəndi 1886-cı ildə Bechterev tərəfindən, C bəndi 1879-cu ildə Wundt tərəfindən, D bəndi 1734-cü ildə Wolf tərəfindən, Y bəndi 1832-ci ildə Serona tərəfindən. Bizim düzgün cavab variantımız C bəndidir. Avropada məşhur eksperimental psixologiya laboratoriyası 1879-cu ildə Wundt tərəfindən Leipzig şəhərində yaradılmışdır. Wundtun laboratoriyası qısa müddət ərzində nəinki Almaniyada, həm də bütün dünyada psixologiya elminin inkişafına böyük təsir göstərdi. Rusiyada eksperimental psixologiya laboratoriyası nə zaman yaradılmışdır? 1732-ci ildə A variantı, B bəndi 1786-cı ildə, C bəndi 1810-cu ildə, D bəndi 1886-cı ildə, Y bəndi 1926-cı ildə. Eksperimental psixologiya. Düzgün cavabımız 1886-cı ildə. Rusiyada eksperimental psixologiya laboratoriyası ilk dəfə olaraq 1886-cı ildə Bechterev tərəfindən Kazan şəhərində təşkil olunmuşdur. Bundan sonra Rusiyanın müxtəlif şəhərlərində də belə laboratoriyalar fəaliyyətə başladı. Üçüncü sual. Azərbaycanda ilk eksperimental psixologiya laboratoriyası nə vaxt və kim tərəfindən yaradılmışdır? A bəndi 1926-cı ildə İbrahim Bəyli tərəfindən, B bəndi 1946-cı ildə Zəkizadə tərəfindən, C bəndi 1875-ci ildə Məhərrəmov tərəfindən, D bəndi 1885-ci ildə Mehdizadə tərəfindən, Y bəndi 1958-ci ildə Makoveyevski tərəfindən. Bizim düzgün cavabımız 1926-cı ildə İbrahim Bəyli tərəfindən Azərbaycanda ilk dəfə olaraq eksperimental psixologiyaya aid laboratoriyanın yaranmasıdır. Sual 4. Güzarən psixologiyasına aid olan faktları müəyyən edin. Psixoloji biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Həyat təcrübəsində başqa adamların ünsiyyət şəraitində əmələ gəlir. Psixi həyatına aid müəyyən faktları müəyyən edir. Psixoloji biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Elə yazılıb A bəndi, bəli. 2. Psixoloji biliklər insanlarda həyat təcrübəsində və başqa adamlarla ünsiyyət şəraitində əmələ gəlir. Psixoloji biliklər insanların gündəlik psixi həyatına aid yalnız müəyyən faktları əhatə edir. Bizim düzgün cavab variantımız A, B, C, 1A, 2B, 3C. Düzgün cavab variantımız Y variantıdır. Psixoloji biliklərin mənbəyini ictimai və şəxsi təcrübəmiz təşkil edir. Psixoloji biliklər insanlarda həyat təcrübəsi başqa adamlarla ünsiyyətdə əmələ gəlir. Psixoloji biliklər insanlarda bizim həyatımıza aid olan müəyyən faktları əhatə edir. Sonra elmi psixologiyaya aid olan faktları müəyyən edin. Elmi psixoloji biliklər empirik biliklər kimi müşahidə və eksperiment vasitəsilə əldə edilən məlumatlara əsaslanır. Çünki burada empirikdən söhbət gedir. Empirik sözündən söhbət gedirsə, biz burada müşahidə və eksperimenti əsas götürürük. Sonra elmi psixoloji biliklər, nəzəri biliklər kimi, əgər nəzəri bilik sözü varsa, biz burada qanun uyğunluq sözünü götürürük. Çünki anlayışlar sistemi ola bilər, yaxud qanuna uyğunluq ola bilər. Bu zaman bu sözlər bizim açar sözlərimiz olur. Elmi psixoloji biliklər obyektiv və düzgün olaraq ictimai praktikanın müxtəlif sahələrin inkişafında mühüm rol oynar. Yəni məktəbdə, səhiyyədə, idmanda və s. 1A, 2B, 3C. A, B, C. Düzgün variantımız B variantıdır.